Salam, Reala baxırsınız və ən son məlumatları sizin diqqətinizə çatdırmağa davam edirik. Belə ki, artıq bugündən etibarən Antalya Diplomatiya Forumu öz işinə başladı və bugün Prezident İlham Əliyev bir sıra dövlət və hökumət başçıları ilə görüşlər keçirdi. Eyni zamanda açılış mərasimində də iştirak etdi və bir məsələni xüsusilə xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumuna gəlməsi əslində elə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın dəvəti ilə baş tutub və elə biraz əvvəl Cənubi Qafqaz üzrə panel sessiyası başlayıb və panel sessiyada həm prezidentin köməkçisi Hikmət Hacıyev, eyni zamanda Gürcüstan nümayəndə heyəti və bununla yanaşı Ermənistan Xarici İşlər Nazirinin müavini də burada yer alırlar və əsas müzakirə məsələlərindən də biri Cənubi Qafqazda sülhün bərqərar olunması və eyni zamanda ticarət və digər əlaqələrin də inkişafı ilə bağlıdır. Elə prezidentin köməkçisi Hikmət Hacıyev çıxışında Azərbaycan və Ermənistan arasında normallaşma prosesi üzrə aparılan danışıqlar barədə məlumat verdi və sözsüz ki, burada vurğulandı ki, 2025-ci ilin avqustun 8-də imzalanmış xartiya və sənədlər də bu sülhün davam etməsi üçün olduqca müsbət dinamika yaratdı və bu sadəcə kağız üzərində deyil, konkret addımlarla yerinə yetirilməlidir. Bundan başqa son zamanlar Ermənistan və Azərbaycan arasında ticarət dövriyyəsinin artması, eyni zamanda burada həm Zəngəzur dəhlizi məsələləri və gələcəkdəki bu kimi marşrutların və layihələrin önəmi vurğulandı. Və bununla da yanaşı Gürcüstan, Azərbaycan və Türkiyə əlaqələrinə də xüsusi burada yer ayrılır. Çünki Azərbaycanın yerinə yetirdiyi layihələrdə eyni zamanda bu ölkələr, bu qardaş və dost ölkələrin də yer olması xüsusilə önəmlidir. Çünki bu kimi layihələrə artıq Cənubi Qafqazın digər ölkələri də, yəni söhbət Ermənistandan gedir, onların da daxil olması bu əməkdaşlığı daha da gücləndirə və bu logistika yolunu daha da əlverişli edə bilər. Bununla yanaşı Azərbaycandan Ermənistana göndərilən yanacaqla bağlı və digər bu kimi mövzulara da panel sessiyasında toxunulur və yenə də ən önəmli məqam isə artıq paraflanmış sülh sazişinin yerinə yetirilməsi və konkret addımların atılmasıdır ki, bu panel bu istiqamətdə öz işini yerinə yetirir. Hələlik mənim sizə çatdıracaqlarım bunlardan ibarətdir, lakin ən son məlumatlardan agah olmaq üçün Real izləməkdə davam edin.